Tənha olun. Tək tənha Allah ilə olmağı öyrənin. Tək başına Allah ilə olmasaz, həyatınızda gücünüz olmayacaq. Tək tənha Allah ilə olmağı öyrənin. Onun səsini eşitməyi öyrənin. Unutmayın ki, Allah danışır. Qoyunlar onun səsinə qulaq asar. Tək tənha olmağı öyrənməlisiniz. Allahın səsini eşitməyi öyrənməlisiniz. Bir çoxları musiqisiz, Allah ilə təklikdə qalmaqdan qorxurlar. İllər əvvəl özüm də belə idim. Ancaq öyrəndim. İndi bunsuz keçinə bilmirəm. Səhər tezdən bunu etməyi məsləhət görürəm. Ya Rəbb, səhər erkən səsimi eşidirsən. Səhər erkən sənə dua edib cavab gözləyirəm. Zəbur 5:3. Yuxudan oyananda ağlınızda fikirlər olmur. Xəbərlərə baxmazdan əvvəl, bir kimsə ilə danışmazdan əvvəl, ağlınızı yenə fikirlərlə doldurmazdan əvvəl səhər tezdən gününüzü Allah ilə təklikdə başlayın. İsa bunu bilirdi. İsa Allah ilə tək tənha olurdu. Mark 1-ci fəsildə oxuyuruq. Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsa'nın yanına gətirdilər. Bütün şəhər əhalisi qapının yanına yığıldı. İsa müxtəlif xəstəliyə tutan çox adama şəfa verdi və bir çox cinləri qovdu. İsa cəmi bir neçə saat yatdı. Sonra oxuyuruq. Səhər ala-qaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. İsa Allah ilə tək tənha olmaq üçün vaxt ayırırdı. Ətrafda böyük ehtiyaclı adamlara İsa kömək edirdi. Amma İsa'nın ən böyük möcüzələri Allah ilə təklikdə olandan sonra baş verirdi. Buna fikir verin. Suyun üzərində gəzdi. Nə üçün o şagirdləri ilə qayıqda deyildi? Çünki tək tənha Allah ilə bütün gecə dua edirdi. Tək başına Allah ilə olandan sonra İsa suyun üzərində yeridi. Həmişə belə olur. Allah ilə vaxt keçirəndən sonra həyatımızda ən böyük möcüzələr baş verir. Məsləhətim budur. Bu gün başlayın. Həyat tərziniz belə olsun. Tək tənha Allah ilə olmağı öyrənin. Nəticədə böyük möcüzələr olacaq. Xeyir-dua ilə qalın.